Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim ve bihi nestaîn. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefkahu kavli. Qâlel hakim fi muhkemi kitâbihil kerîm. Euzu billahi mineşşeytanirracim. İnnemel mu'minûne ihvetun fe aslihû beyne ahavaykum vettakullâhe leallekum turhamûn. Sadakallahul aliyyul azim. Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm məscidimizin əhlinə, səsimizi eşidən, bizi izləyən hər kəsə. Allahdan diləyək, etdiyimiz duaları, qıldığımız namazları, Rəbbimiz üçün tutduğumuz orucları və qəlbimizdə olan hacət və mətləbləri bizdən qəbul eləsin. Bəli, möhtərəm cəmaatımız, əziz möminlər, bildiyimiz kimi bugün Cümə günüdür. Cümə Seyyidül Əyyamdır. Həftə günləri içərisində günəşin üzərinə düşdüyü ən xeyirli, ən bərəkətli, ən nurani, ən mübarək bir gündür. Və Quran hədislərə əsaslansaq, bugün sonuncu xilaskarımız vəd olunmuş Bəqiyyətullahul Azəm, Allahın yer üzərində sonuncu xəlifəsi, hüccəti olan İmam Məhdi Əccəlallahu Teala Zuhurəhu Şərifin gəliş günüdür. O gün bir gündür ki, dünya o günün intizarındadır. O gün bir gündür ki, Həzrətin gəlişi ilə yer üzərində sülh, əmniyyət, gözəllik, bir sözlə necə bahar fəslində təbiət oyanar, çiçəklənər, ətirlənər, yer kürəsinin elə çiçəklənəcək, ətirlənəcək bir günüdür. Allah o günü görməyi hər birimizə nəsib eləsin. Əgər ömrümüz vəfa qılmaz, o günü görməriksə, yaşadığımız bu ömürdə, bu qısa həyatda, qısa bir vaxtda o Həzrətin gəlişi üçün üzərimizə düşən işləri görən bəndələrdən, insanlardan Allah bizləri qərar versin inşallah.